Bu şorbanı ölü isə dirilər o qədər faydalı və ləzzətli bir şorbadır ki, illər öncə ilk dəfə bu şorbanı yerazlarda görmüşdüm. Onlardan reseptini öyrəndim. İlk dəfə görüntüsü xoşuma gəlməsə də, dadına baxdıqdan sonra artıq bu mənim ən sevdiyim şorba oldu. Hələ ki, sarımsaq qatıqla dadı bir başqa aləmdir. Çərək yağında soğanlarımızı başlayırıq qovurmağa. Əvvəliyi əlimizlə xırdalayırıq, bir dəfə qaynadıb suyunu atırıq. Mən bu prosesi 2-3 dəfə etdim. Soğanların üzərinə toyuq filesini də əlavə elədim və əvvəliyi yuyub belə bu formada doğramağa başladım. Əvvəlikdən dolma, aş və yaxud da belə şorbalar hazırlamaq olur. Hər biri çox ləzzətlidir. Həzəsi bir başqa, qurusu bir başqa faydalıdır. Əvvəlikləri də əlavə elədikdən sonra üzərinə yumru duyu əlavə edirik. Varsa biraz alça turşusu. Qapağını örtürük və başlayır bişməyə. Yağışlı və soyuq havalarda içinizi isitəcək, sizi xəstəliklərdən yan keçirəcək bir şorba. Sarımsaq qatıqla da servis edin. İnanın dadından doymayacaqsınız. Bəs siz bu şorbanı sevirsiniz? Ümumiyyətlə siz bu şorbadan hazırlayırsınız? Bəs bu şorba əsasən hansı bölgəmizə aiddir? Bilənlər mütləq rəylərdə fikirlərini yazsın. Bu qədər özünüzə yaxşı baxın. Havanın necə olmasından asılı olmayaraq əhvalınız hər zaman gözəl olsun.